Salam əziz dostlar. Səhifəmin ilk videosunu çəkmə qərarına gəldim. İlk sualımız natural ədədlər mövzusundandır. 5-8 güvən testinin 107-ci nömrəli sualıdır. 107 nömrəli tapşırıqda A bərabərdir 3B, əkop AB çıxılsın, əbob AB bərabərdir 12-ni verir. A-nın qiymətini 3B verdiyinə görə A-nın qiymətini yerinə qoyuruq. 3B, B çıx, əbob 3B, B 12. Mən qısa bir xatırlatma etmək istəyirəm. Bizə Evklit düsturu deyilən bir anlayış var. Bu nə deməkdir? Yəni, hər ikisinə aiddir. Əkop, əbob. Yəni, hər ikisində ortaq vuruq olarsa, o kənara, yəni xaricə çıxır. N çıxdı. Əkop, əbob, AB. Yəni, ortaq vuruq varsa, o mötərizədən kənara, əvvələ çıxır. Burada indi baxırıq. Əkop 3B, B-dir. Ortaq burada B-dir. B-ni çıxardırıq. Əkop 3, 1, çıx, əbob 3, 1, 12. B vurulsun. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə, əbobu isə 1-ə bərabərdir. Əkobdursa vur 3, çıx. Əbob da 1-ə bərabərdir. 3B-dən B-ni çıxanda 2B, B etdi 6. Deməli, D variantı. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Bəyənmələrinizi və şərhlərinizi gözləyirəm. Hələlik.